Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün deməli Gürcü dilində biz sizlərlə ilk olaraq bir dənə mosasmeni, yəni dinləmə çalışması həll edəcəyik. Bir dialoqumuz var, onu dinləyəcəyik və dialoqda buraxılmış yerlərə hansı sözlər lazımdırsa dinləyib, sonra o sözləri oraya əlavə edəcəyik. İndi gəlin ilk olaraq keçək dinləmə çalışmamızı dinləyək, çalışmanızı həll edin. Dinlədikdən sonra əlbəttə ki, siz videonu dayandırıb və ya neçə dəfə dinləmək lazımdırsa o qədər dinləyə bilərsiniz bunu videonu dayandırıb, sonra da çalışmanı həll edə bilərsiniz. გაკვეთილი მეხუთე. დავალება მერვე. ნიკ, როგორ ხარ დღეს? ისე რა, რატომ? სად იყავი? ბოტანიკურ ბაღში ჩემ ნათესავებთან ერთად 5 საათი ვისეირნეთ. მოგიწონა ბოტანიკური ბაღი? ძალიან, ყველაზე მეტად ჩანჩქერი მომეწონა. ნარიყალას ციხეზე იყავი? კი, გუშინ ჯერ ძველ თბილისში ვიყავი და მერე ნარიყალას ციხეზე. იქვე ვნახეთ წმინდა ნიკოლოზის ეკლესიაც. ჩვენ სად წავიდეთ? ძველი თბილისი უკვე ვნახე. სადმე წავიდეთ დასასვენებელ ადგილას. კარგი. მაშინ ხვალ კუსტბაზე წავიდეთ და ზეგ ლისის ტბაზე. სად არის ეს ტბები? კუსტბა ვაკეშია, ძალიან ლამაზი ადგილია. ზაფხულში თბილისელები იქ ხშირად დადიან. დილიდან წავიდეთ. იქ ვისაუზმებთ კაფეში, ვისეირნებთ ნავით, ვიცურავებთ, იქვე ვისადილებთ რესტორანში, მუსიკას მოვუსმენთ. მოკლედ დავისვენებთ და ვისიამოვნებთ. ძალიან კარგი, აუცილებლად წავიდეთ. კუსტბასთან ახლოს არის კიდევ რაიმე საინტერესო? კი, ეთნოგრაფიული მუზეუმია, მუზეუმი ღიაცის ქვეშ. ეს მართლაც ძალიან საინტერესოა. რა არის იქ? საქართველოს ყველა კუთხიდან არის ძველი ქართული სტილის ხის სახლები, დიდი ეზოებით. აქ ყველაფერი ტრადიციული და ქართულია. ძალიან მინდა ვნახო. კარგი, ხვალამდე. ალბათ კარგი და საინტერესო დღე იქნება. იმედია, xvalamde. ნახვამდის. Deməli dostlar, dinləmə tapşırığımızı həll etdik. Ümid edirəm ki, boş yerə lazım olan sözləri də dinləyib yaza bildiniz. İndi isə gəlin keçək dərsimizin ikinci hissəsinə. Bugün biz sual sözlərinə me hissəciyi, me şəkilçisi artırıldığı zaman bu necə tərcümə olunur, bunu öyrənirik. İndi hal-hazırda siz də ekranda nümunə görürsünüz. Gördüyünüz kimi burada sual sözlərimiz var və qırmızı ilə də sual sözlərinə me əlavə olunubdur. Birinci sual sözümüz dostlar buraya yazılıb win. Win kim deməkdir Gürcə? Buna me əlavə olunur və bu olur win me. Hansı ki kimsə deyə tərcümə olunur dostlar. Win me, kimsə. Ondan sonra yazılıb ra, nə? Rame, rame, nəsə. Ondan sonra yazılıb ramdeni, ramdeni. Ramdeni neçə, nə qədər deməkdir, yoxmu? Ramdenime, bu isə bir neçə deyə tərcümə olunur dostlar. Ramdenime, bir neçə. Ondan sonra sad, harada, haraya, me əlavə edirik və olur sadme, haradasa, harayasa deyə tərcümə olunur bu. Rogor, necə, nə cür deməkdir rogor. Buna me əlavə edirik və bu olur rogorme. Rogorme bir təhər deyə tərcümə olunur dostlar Azərbaycanca. Bir cür, bir təhər, bax belə tərcümə edirik bunu. Ondan sonra gəlir romeli, hansı, romelime hansısa deməkdir. Hansısa və sonuncu ramdencer, neçə dəfə deməkdir bu. Ramdencermə isə bir neçə dəfə deyə tərcümə olunur. Ramdencermə, bir neçə dəfə. Məsələn, həmən burada elə suallar var. Birinci deyir, vinme aris otaqşi. Otaqda kimsə varmı? Vinme aris otaqşi. Rame gindad, nəsə istəyirsinizmi? Ramdenime vaşli minda. Bir neçə alma istəyirəm. Sadme cavald, harayasa gedəcəyikmi? Rogorme damirege. Bir təhər mənə zəng et. Sonraki romelime kompüteri muşaobs, hansısa kompüter işləyirmi? Və sonuncu sual Londonçi ramdencerme viqavi, yəni Londonda bir neçə dəfə oldum, bir neçə dəfə idim, olmuşum. Buna aid tapşırığımız da var. Gəlin buna aid tapşırıq da həll edək. Balaca bir tapşırığımız var. Mötərizənin içində sözlər verilibdir və biz bu sözlərə me əlavə edib boş yerlərə yazmamız lazımdır. Nümunəni görürsünüz. Nimuşi aris ra axali. Mötərizənin içində ra verilibmiş və bu olub rame. Aris rame axali. Yəni nəsə yeni bir şey varmı, yeni bir xəbər varmı o mənada?
Birincini oxuyaq. Albat saxşi vin var mötərizədə. Nə olacaq bu? Vinme olacaq, yoxmu? Albat saxşi vinme ikneba. Yəqin evdə kimsə olacaq. İkinci, çemtan ramdeni. Me əlavə edək. Ramdenime. Çemtan ramdenime Ukrayneli stumari darça otxi dğit. Yəni çemtan mənim yanımda ramdenime bir neçə Ukraynalı qonaq qaldı 4 gün. Mesame üçüncü. Or saatse turistები Romelime kartul restorançı iknebiyan. Saat 2-də turistlər hansısa bir gürcü restoranında olacaqlar. Meotxe, rogor, yəni rogorme modit çvens saagentოში, Lado Asatiyanis kuçazeya. Rogorme, yəni bir təhər, gəlin bizim agentliyə, Lado Asatiyani küçəsindədir. 5-cini oxuyuruq. Tkveni universitetis ramdenime studenti გააკეთებს პრეზენტაციას ქართული ენის შესახებ. Burada prezentasiya yazılıb dostlar, amma bu prezentasiyas olmalıdır. Çünki feilimiz qaaqetəbs gələcək zamandadır. Sizin universitetin bir neçə, ramdenime bir neçə deməkdir. Bir neçə tələbəsi düzəldəcək, yəni hazırlayacaq prezentasiya Gürcü dili haqqında. Mekuse 6-cı. Quşin sağamos. Dünən axşam. Ramdencerme davreket kventan da saxşı ariqabit. Dünən axşam bir neçə dəfə zəng etdim sizə, evdə deyildiniz ariqabit. 7. Rame. Rame saçmeli ar qaqt. Nəsə yeməyiniz yoxdurmu? 8-ci. Batumşi dasvenebis dros ramdencerme viqavit botanikur baxşı. Yəni Batumidə dincəldiyimiz vaxt bir neçə dəfə olduq botanika bağında. Meçxre 9-cu. Sanapiroze sadme. Sanapiroze sadme ikneba kafe restorani. Yəni sahildə hardasa olacaq kafe restoran. Meate 10-cu. Sağamos vinme autsileblad darეკავს სოფლიდან. Sağamos axşam, vinme kimsə mütləq, autsileblad mütləq deməkdir. Darეკავს zəng edər Soplidan, yəni kənddən. Bəli dostlar, baxın bugünlük bu qədər. Deməli bugün biz ilk olaraq Mosasmeni dinləmə tapşırığı həll etdik. Dinlədik və buraxılmış yerlərə dinlədiyimiz sözləri əlavə etdik. İkinci hissədə isə biz sözlərə, sual sözlərinə bunu əlavə etdiyimiz zaman necə tərcümə olunur? Bunu öyrəndik və buna aid də yenə bir tapşırıq həll etdik. Ümid edirəm ki, bugünkü dərs sizlər üçün faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərimizdə görüşənədək sağ olun, salamat qalın. Qarqad.